Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Meyxanaçı Namiq Qaraçıqırlı ötən il vəfat edən anası Qənirə xanımdan danışıb. Xəbər verilir ki, sənətçi bu barədə verilişlərin birində açıqlama verib. Namiq anasının son anda yanında ola bilmədiyini söyləyib. Anam xəstə olanda ən ağır günlərimdə içimdə çəkmişəm. Kənardan görünməyib. Onun məzarı başında dayana bilmədim. Cəmaatın içində etmədim. Qaçdım, kənarda yer tapdım, nəfəsim kəsilənə qədər ağladım. Gücümü toparladım, gəldim. İstəmirəm məndən kiçiklər məni belə görsünlər. İstəmirəm məni sınmış görsünlər. Nədənsə istəmirəm problemimi kiməsə göstərim. Gördüm nəfəsim kəsilir, gəlmir. Dərindən nəfəs aldım. Toparlandım ki, belə olmaz. Ayağa qalxdım. Son anda anamın yanında olmamaq çox çətin idi. Moskvada idim. Məndən gizlətmişdilər. Gecə idi. Qardaşımın statusunu gördüm. O elə bilirdi ki, mən görmürəm. Mən öyrənəndə gecə 2-3 idi. Səhəri gün gəldim. Artıq dəfn olunmuşdu.